Bir dənə də rəng dəyişmə göstərim sizə. Sütunun özü ilə. Yenə müqayisə üçün standart metod göstərəcəm. Məsələn, sıranın başlığından ya hər hardansa başlamalısınızsa, yeni rəngi əlavə etmək üçün, baxın, burada hörükülər görürük. Ya da V deyə bilərik buna. Bunun içinə belə keçirik. Məsələn, sıranın başından da eləyə bilərsiniz, amma buranı mən buna bir əvvəlki video üçün istifadə elədim. Bura genişləndi. Yeni rəngimizi əlavə edirik. Bu standart metodda göstərirəm. Zəncirlərimizi toxuyuruq. 3 zəncir toxuyuruq bir atmalı sütun üçün. Və bu şəkildə yanbayan toxumağa davam edirik. Ya da yanbayan deyilsə, hər necəsə toxumağa davam edirik bu şəkildə. Sıranı belə başlamamaq üçün bir dənə qəşəng metod var. Deməli, sapımızı belə tuturuq. İlk ilmə yaradırıq. Bu şəkildə. Barmağımla belə tuturam, qaçmasın. Bu bizim ilk ilmədir. İndi bunu belə götürürəm. Milçənin üstünə sap atıram və barmağımla bu ikisini tutub saxlayıram. Belə. Ki sürüşüb qaçmasın. Götürürəm nümunəmi, hara toxuyacağımsa bu sütunu. Məsələn, bura. Keçirəm bu hörüyün içinə, hər ikisini götürürəm. Buradan sap alıb çıxardıram. Bunu hələ də saxlayıram əlimlə. Baxın, milçənin üstündə 3 dənə ilmə var. Sap alıram, ikisini toxuyuram. İkisi qaldı. Sap alıram, ikisini toxuyuram. Bu bizim əsl bir atmalı sütunumuz oldu. Sıfırdan elə sıranı başlayarkən sütunun özü ilə başladıq. Belə eləyərkən də ikisini toxuyum yanaşı. Baxın. Bu sütunun başındakı bu hörüklər də səliqəlicəsinə öz yerini tutublar. Yəni sıranı bitirib gəlib buradan bağlayanda çox